Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 42-ci dərs dua. Dərsimiz gördüyünüz kimi 10 ayədən ibarətdir və 10-cu ayədə yanlış qeyd eləmişdilər. Orada Qafir 20 yazılmışdı, amma Qafir 65-ci ayədir. Yeni sözlərimizi dəftərə qeyd eləyərsiniz və keçid alırıq birinci ayəmizə. Bəqərə surəsi 186-cı ayədir və ayəmiz əvvəldən deyil və sona qədər deyil, duaya aid hissəsidir. Bismillahirrahmanirrahim. Fə inni, fə elə isə inni, yəni həqiqətən mən, qarib, yəni yaxınam. Həqiqətən mən yaxınam. Ucibu, ucibu, yəni cavab demək, cavab verirəm. Cavab verirəm, yaxud da ki, qəbul edirəm də deyə bilərik. Dəavə. Dəavə, yəni dua, çağırış, dua, çağırmaq, belə deyək. Dəavətə dəə. Bunu əgər bir oxusaq ki, dua edənin duasını ya da dua edənin çağırışını, çağırmağını belə də deyə bilərik. İzə o vaxt ki, o zaman ki, dəani. Dəani, burada dəə dua etdiyi zaman kimi gedir. İzə dəə, yəni dua etdiyi zaman. Nidəki olan yə kəsilib, yəni kəsrə qalıb burada mənə. Mənə dua etdiyi zaman. Yəni ümumi tərcümə də belədir ki, elə isə həqiqətən mən yaxınam. Mənə dua etdiyi zaman, dua edənin duasına cavab verərəm. Yaxud da ki, məni çağırdığı zaman dua edənin duasını qəbul edirəm də deyə bilərik. İkinci ayəmiz Əl-İmran surəsi 16-cı ayədir. Bismillahirrahmanirrahim. Əl-ləzīnə yəqulunə. Əl-ləzīnə o kəslər ki, yəqulunə deyirlər. Rabbənə, yəni ey Rəbbimiz. Nə burada bizi bildirir? İnnənə, innə həqiqətən nə biz. Əmənnə, yenə iman gətirdik. Burada da biz var, yenə biz iman gətirdik. Fəğfir lənə, fə elə isə İğfir, yəni bağışla, lənə, yəni bizim üçün, zunubənə, zunub, günahlar, nə də bizim, yəni bizim üçün bizim günahlarımızı bağışla. Ümumi tərcümə də belədir ki, o kəslər ki, deyirlər, ey Rəbbimiz, biz həqiqətən iman gətirmişik, ya da iman gətirdik. Elə isə bizim günahlarımızı bizim üçün bağışla. Üçüncü ayəmiz demək Əl-İmran surəsi 38-ci ayədir. Bismillahirrahmanirrahim. Hunəlikə. Hunəlikə ilə ora deməkdir. Yəni orada dəə, yəni dua edib Zəkəriyyə, yəni Zəkəriyyə peyğəmbərimizi əleyhissalam Rabbəhu. Rabduhu onun. Yəni orada Zəkəriyyə, yəni onun deyəndə öz Rəbbinə dua etdi, yaxud da dua edib. Qalə, dedi, Rabbi, Rabbinin demək, Rabbi sözü əslində yə hərfi var idi, bu yəni qısaldıblar. Rabbi, yəni mənim Rəbbim. Yəni ey də deyə bilərik, ey Rəbbim. Həb sözü bəxş et, yaxud bağışla. Hədiyə et və belə də deyə bilərik, bəxş et. Li, yəni mənim üçün, mindandən, lədunka, yəni öz yanından, öz tərəfindən, sənin tərəfindən, zurriyyəh, yəni bir övlad, ya da nəsil də gedə bilər, amma burada bir övlad kimi tərcümə edək. Tayyibəh, yəni pak bir övlad. İnnəkə, innə həqiqətən kəsən, səmiyu, yəni eşidənsən, əd-dua, duaları. Ümumi tərcümə belədir ki, orada Zəkəriyyə öz Rəbbinə dua etdi. Dedi, ey mənim Rəbbim, mənə öz tərəfindən pak bir övlad bəxş et. Həqiqətən sən duaları eşidənsən. Dördüncü ayəmiz Əraf surəsi 56-cı ayədir. Bismillahirrahmanirrahim. Demək, və lə tufsidu, yəni fəsad törətməyin və fəsad törətməyin. Lə burada inkarı bildirir.
Fəsədə kökün sözündəndir. Vav da burada cəmi bildirir. Bu əmr feilidir. Və la tufsidu, yəni fəsad törətməyin. Fil ard, yəni yer üzündə. Burada yerdə də deyə bilir, amma yer üzündə desə daha düz çıxır. Bə'də sonra islahihə, yəni islah, yəni islah salih sözündəndir, salihə sözündəndir. Yəni salih ora salih olandan sonra, yəni salih yəni düzəldikdən sonra, yəni ora düzəldikdən sonra vəd'uhu yəni və burada və deməkdir, ud'uhu və demək dua edin ona, hu orada ona, ud'uhu yəni burada əmr feilidir, ud'u və burada daha doğrusu ud'u əmr feili, vav burada cəmi bildirir. Dua edin ona, hu orada ona deməkdir. Xavfən yəni qorxu ya da qorxaraq və tama'a yəni ümid edərək. İnnə həqiqətən rahmətəllahi, yəni Allahın rəhməti, mərhəməti, qaribun, yaxındır, minəl muhsinin, yəni muhsinin həsənə sözündəndir, yəni yaxşılıq edənlərə. Ümumi tərcümə də belədir ki, yer üzündə ora düzəldikdən sonra fəsad törətməyin. Yer üzündə ora düzəldikdən sonra fəsad törətməyin. Ona qorxu ilə, ümid ilə ya da ona qorxaraq, ümid edərək dua edin. Həqiqətən Allahın rəhməti yaxşılıq edənlərə yaxındır. 5-ci ayəmiz Əraf surəsi 180-ci ayədir və sona qədər deyil. وَلِلَّهِ və Allaha məxsusdur. Əl-əsməul husnə, yəni ən gözəl adlar. Fəd'uhu, fə elə isə ud'u, yəni dua edin hu ona, bihə, bi ilə, hə, yəni onlar ilə. Hə burada o deməkdir, amma burada hə qayıdır adlara. Yəni onun adları ilə dua edin ona. Ümumi tərcümə də belədir ki, ən gözəl adlar Allahındır. Elə isə dua edin ona onlarla, yəni o adlarla. 6-cı ayəmiz İbrahim surəsi 39-cu ayədir. Bismillahirrahmanirrahim. Elhamdülillahillezî. Həmd olsun, yəni həmd Allaha məxsusdur. Həmd Allaha məxsusdur ya da həmd olsun da deyə bilərik o kəsə. Burada lillahi də əslində Allaha məxsusdur. Amma belə də deyə bilərik, çünki Quran-ı Kərimdə elə də tərcümə olunub. Həmd olsun Allaha, belə də deyə bilərik. Yaxud deyə bilərik ki, həmd Allaha məxsusdur. O kəsə ki, əlləzi, o kəsə ki, vəhəbə, daha doğrusu vəhəbə, yəni və burada sözün köküdür. Vəhəbə bəxş etdi. Bəxş etdi li, yəni bəxş etdi li burada üçün, yəni mənə, mənim üçün, mənə aləl kibəri, yəni qocalıq, yəni qocalığında, mənim qocalığımda, belə deyək, mənim qocalığımda li aləl kibəri, yəni mənim qocalığımda İsmailə, İsmailı və İshaq. Yəni Allaha həmd olsun. Həmd Allaha məxsusdur. O kəsə ki, bəxş etdi mənə qocalığımda İsmailı və İshaqı. İnnə Rabbi, həqiqətən mənim Rəbbim ləsəmiud dua. Yəni həqiqətən mənim Rəbbim şübhəsiz duaları eşidəndir. Allaha həmd olsun o kəsə ki, bəxş etdi mənə qocalığımda İsmailı və İshaqı. Həqiqətən mənim Rəbbim şübhəsiz duaları eşidəndir. 7-ci ayə İbrahim surəsi 40-cı ayədir. Bismillahirrahmanirrahim. Rabbi cəalni, yəni Rabbi cəalni, Rabbi burada Rabbi cəalni, icəl daha doğrusu, yəni et, təyin et, yəni qəbul et, ni, yəni burada ninin yəsi məni deməkdir. Yəni ey Rəbbim, məni qəbul et, bura qədər belə deyə bilərik. Muqiməs salətə, yəni burada məni, yəni ey Rəbbim,
Belə deyə bilərik. Rabbi ic'alni, ey Rəbbim. Ey Rəbbim qəbul et. Belə desə daha düz olar. Ey Rəbbim qəbul et. Muqimes salah. Yəni muqim, yəni qılan, namaz qılan. Yəni kimi deyək, namaz qılan. Yəni məni qəbul et. Yəni namaz qılan. Buraya belə qədər belə tərcümə olunur. Və min zurriyyəti. Aha, deməli və nəslimdən. Burada zurriyə, yəni övlad, yə də burada məni bildirir. Mindandan. Ey Rəbbim, məni və, burada bağlayıcı və minə, yəni və nəslimdən olanları namaz qılan et. Belə deyək. Yəni ic'al sözü, yəni et kimi deyək, daha düz olur. Çünki bunun hər cürə bilirik tərcüməsi var. Təyin et deyə, et də deyə bilirik. Buradakı tərcümə də belə daha uyğundur. Ey Rəbbim, məni və nəslimdən olanları namaz qılan et. Rabbənə, mən ey Rəbbimiz, burada nə bizi bildirir? Və təqabbəl. Və təqabbəl, yəni qəbul et. Qabəl. Yəni, qabələ, yəni qəbul et. Və təqabbəl. Ey Rəbbimiz, qəbul et dua, yəni duamı. Ey Rəbbimiz, duamı qəbul et. Sonra ümumi tərcümə də belə idi ki, bir daha dedi. Ey Rəbbim, məni və nəslimdən olanları namaz qılan et. Ey Rəbbim, ey Rəbbimiz, duamı qəbul et. 8-ci ayə Qafir surəsi 13-14-cü ayələrdir. Bismillahirrahmanirrahim. Huvəl-ləzi, o kəsdir ki, yurikum əraə sözündəndir. Yəni yurikum, yəni demək görmək sözündəndir. Yəni göstərir sizə. Göstərir, yəni o kəsdir ki, göstərir sizə əyətihi, öz ayələrini. Və yunəzzilu, və nazil edir, yaxud da endirir. Ləkum, sizin üçün minəs-səmai, yəni göylərdən, səmalardan rizqa, ruzi. Bura qədər tərcümə etsək, o kəsdir ki, sizə ayələrini göstərir və göydən sizin üçün ruzi endirir. 14-cü ayə Fəd'ullahə, fə elə isə dua edin Allaha. Fəd'ullahə, yəni elə isə dua edin Allaha. Muxlisinə, yəni xaliscəsinə, xalis edərək, ləhu, ona, onun üçün, ya da ona, dini, vələv, burada vələv əgər də kimi gedir, dadə kimi də gedə bilər, kərihə, bəyənmək, yəni daha doğrusu bəyənməmək daha doğrusu, ikrah sözündəndir, yəni ikrah, bəyənməmək, xoşuna gəlməmək. Əl-kafirun, yəni kafirlər. Burada vələv belə kimi də gedə bilər. İndi tərcümə 14-cü ayəni tərcümə edək. Demək, elə isə Allaha dini ona aid edərək, xalis edərək dua edin. Kafirlərin xoşuna gəlməsə belə, kafirlər bəyənməsə belə. 13-14-ü bir yerə tərcümə edək. O kəsdir ki, sizə ayələrini göstərir və göydən sizin üçün ruzi indirir. Elə isə Allaha dini ona xalis edərək, aid edərək dua edin. Kafirlərin xoşuna gəlməsə belə, kafirlər bəyənməsə belə. 9-cu ayəmiz Qafir surəsi 60-cı ayədir. Bismillahirrahmanirrahim. Və qalə, və dedi, Rabbukum, sizin Rəbbiniz, və sizin Rəbbiniz dedi, Ud'uni, dua edin mənə. Burada yə məni bildirir, ud'u, dua edin. Ni burada yə məni bildirir. Əstəcib, yəni qəbul edim, cavab verim. Yəni, ləkum, sizin üçün. Yaxud da sizi də deyə bilərik. Sizin Rəbbinizi, Rəbbiniz dedi, mənə dua edin ki, sizin dualarınızı qəbul edin. Burada belə bir
forma gedir. Yəni bir dəfə dua desə də, yəni burada qarşılıqlı dua kimi gedir. Ona görə bu formada tərcümə etsək daha düz olar. Dediyim kimi Rəbbiniz dedi, mənə dua edin, sizin dualarınızı qəbul edim. İnnellezine həqiqətən o kəslər ki, yestekbirune, yəni təkəbbür ediblər, yəni təkəbbürlənərlər. Əndandan şəkilçisi ibadəti, yəni ibadət sözünədir, yəni bəndəlik sözüdür. Yəni ibadət olaraq, yəni mənə ibadət etməyi, burada yə məni bildirir, ibadət yəni ibadət olaraq, yə məni bildirir. Səyyədxulunə, sə tezlikcə, yədxulunə daxil edərik, cəhənnəmə, yəni cəhənnəmə, daxirinə, yəni burada zəlil olaraq, yəni xar olaraq kimi gedir daxirin sözü, yeni sözdür, qeyd edə bilərsiniz. Ümumi tərcümə də belədir ki, Rəbbiniz dedi, mənə dua edin ki, sizin dualarınızı qəbul edim. Həqiqətən mənə ibadət etməyə, yəni burada ibadət etmək, mənə ibadət etməyə qarşı, burada əndandən olsa da burada qarşı mənasına gedir. Mənə ibadət etməyə qarşı, yəni mənə ibadət etməkdən, ya da belə də deyə bilərik, mənə ibadət etməkdən təkəbbürlənənlər xar olaraq, zəlil olaraq cəhənnəmə girəcəklər tezliklə. Yəni burada sin, sə, yəni tezliklə mənasındadır. Yenə tərcümə edək. Rəbbiniz dedi, mənə dua edin ki, sizin dualarınızı qəbul edim. Həqiqətən mənə ibadət etməkdən təkəbbürlənənlər, təkəbbür edənlər xar olaraq, zəlil olaraq tezliklə cəhənnəmə girəcəklər. Belə daha düz olar tərcüməmiz. Və sonuncu ayəmiz, 10-cu ayə, Ğafir surəsi 65-ci ayə. Bismillahirrahmanirrahim. Huvəl hayyu. Huvə yəni o, hayyul yəni diridir ya da əbədidir deyə bilərik. O diridir, o əbədidir. La ilahə illə huvə. Ondan başqa ilah yoxdur, yaxud tanrı yoxdur. Fəd'uhu, fə eləysə udu, yəni dua edin hu ona, muxlisinə, yəni bu ayə, bu cümlə yuxarıda da var idi. Belə deyək, 8-ci ayədə də var idi. Yəni Ğafir surəsinin 14-cü ayəsində də var idi, təkrar olunub, siz üçün daha rahat olar. Yəni fəd'uhu muxlisinə lehuddin, yəni eləysə, demək, dua edin ona xaliscəsinə, onun belə deyək, belə eləysə Allaha dini ona aid edərək, ona xalis edərək dua edin. Belə daha düz olar. Elə isə Allaha dini, Allah üçün dini demək. Yəni orada Allah yazılmayıb, yəni belə deyək. Elə isə ona, belə onun üçün dini aid edərək, yaxud ona dini aid edərək, xalis edərək dua edin. Davamında Elhamdülillahi Rabbil alemin, aləmlərin Rəbbi olan Allaha həmd olsun. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.